Salam əziz şagirdlər, bugün 25 may 2025-ci il tarixində keçirilən 2-ci qrup blok imtahanında olan riyaziyyat test tapşırıqlarının izahına baxacağıq. Birinci sualdan başlayaq. Limit en sonsuzluğa yaxınlaşırdısa, biz burada dəyişənin ən yüksək dərəcəsi hansıydısa, ona bölürdük. Burada uşaqlar bu kökə və bu kökə nəzər yetirirsiniz. Biz bunu bir kök şəklində yazacağıq. Bir dənə kök çəkirəm. Kökün altında 49n üstəgəl kök altında 10n, məxrəcdə də 16n-i yazıram. Yəni bu iki kökün əvəzinə bir dənə bu kökü çəkdim. İndi mən hər bir həddi n-ə böləcəm. Baxın, bunu da n-ə bölürəm, bunu da n-ə bölürəm, həmçinin bunu da n-ə bölürəm. Onda buradakı n-lər ixtisar gedir. Böyük kökün altında qalır 49 üstəgəl. Burada n-lər ixtisar gedə bilmir. Çünki bu kök altında 10n-dir. Mən bunu bölmüşəm n-ə. Məxrəcdə də burada da n-lər gedir. Qalır 16. Əgər bunun məxrəcində n qalıbsa, uşaqlar, bu artıq 0-a bərabərdir. Bərabərdir. Kök altında qaldı 49 bölünsün 16. 49-dan kök çıxır 7. 16-dan da çıxır 4. Cavabımız olur 4-də 7 D variantı. Sual 2. A, B, C nəyə diqqət etməlisiniz? Müxtəlif tərəfli üçbucağında AB 5-dir, BC 12-dir və bucaq B kiçikdir 90. Bucaq B kiçikdir 90 dərəcə. O deməkdir ki, bu iti bucaqlı üçbucaqdır. İti bucaqlı üçbucaq. İti bucaqlı üçbucaqda üçbucaq bərabərsizliyini yazırıq. Modulda tərəflərin fərqi ilə kök altında tərəflərin kvadratları cəmi arasında olur. Deməli, üçüncü tərəf verilən iki tərəfin fərqi ilə kök altında kvadratları cəminin arasında olur. İndi uşaqlar, biz burada yəni buranı tapmalıyıq, C tərəfini. Bucaq B-nin qarşısını. Bu C tərəfi olacaq modulda 5 çıxılsın 12 ilə kök altında 5-in kvadratı üstəcə 12-nin kvadratının arasında. Bu bizə verəcək mənfi 7. Moduldan çıxır müsbət 7. Buradan da 13 çıxacaq kök. Onda C ola bilər 8, 9, 10, 11, 12. Amma bizə müxtəlif tərəfli dediyi üçün uşaqlar, artıq bunun bir tərəfi 12 var. Ona görə də biz bu 12-ni götürməyəcəyik. Tərəflər ola bilər 1, 2, 3, 4, 8, 9, 10, 11 ola bilər. Yəni doğru cavab 4B variantı. Sual 3. Həcmi 729 V bərabərdir 729 kub santimetr olan kubdan kubun həcmini yazaq. V kub bərabərdir A-nın kubuna. Onda uşaqlar, A-nın kubu 729-a bərabərdirsə, A kubu bərabərdir 729 nəyin kubudur? 9 üstü 3, yəni 9-un kubudur. Onda A bərabərdir 9-a. Biz kubun tenini tapdıq ki, 9-a bərabərdir. Şəklə diqqət edirsiniz. AB 4-dür. Bu şəklin üzərində qeyd edirəm. Baxın, A-dan B-yə məsafə 4-dür. A-dan C-yə 7-dir. Baxın, şərtdə verilibdir. DABC piramidası kəsilmişdir. Qırmızı hissə ilə qeyd etdiyi piramidanı, kubun qalan hissəsinin həcmini istəyir. Əvvəlcə uşaqlar, gəlin piramidanın həcmini tapaq. V piramida bərabərdir 3-də 1, S oturacaq, vurulsun H. 3-də 1 vurulsun. Fikir verin, kubun bütün tilləri perpendikulyar olduğu üçün burada hər biri 90 dərəcədir. Ona görə də bu piramidanın oturacağı düzbucaqlı üçbucaqdır. Olacaq AB bölünsün 2, yəni katetlərin hasili bölünsün 2 və vurulsun hündürlük. Bərabərdir. Olacaq katetlər 4 ilə 7-dir. 4 vurulsun 7 bölünsün 2 və bu piramidanın hündürlüyü, baxın budur, H budur. Hündürlük budur burada. Hündürlüyü kubun öz tilidir uşaqlar. Kubun öz tilidir. Bax, bunlar hər biri hündürlükdür. Hər biri hündürlükdür. Kubun da tilini biz tapmışdıq. 9, qiyməti qoyuruq yerinə. İxtisar edək.
olacaq 42. Piramidanın, baxın, piramidanın həcmi, yəni bu hissənin həcmi, buranın həcmini biz tapdıq. Buranın həcmi 42-dir. Ümumi kubun da həcmi 729 idi. Onda biz V kubdan V piramidanı çıxsaq, yəni piramidanı kəsib çıxarıblar. Yerdə qalan hissəni taparıq. 729 çıxılsın 42, o da bərabərdir 7, 8, 687. Doğru cavab E variantı. Sual 4. Y bərabərdir 9 üstündə sinus x funksiyasının qiymətlər çoxluğunu istəyir. Əvvəlcə bilməliyik ki, sinus x -1, müsbət 1 aralığında qiymət alır. -1 və müsbət 1 də daxil olmaqla. Onda biz bir dəfə yazırıq y bərabərdir 9 üstündə -1, bir dəfə də yazırıq y bərabərdir 9 üstündə müsbət 1. Bu bizə verəcək 1/9, bu da bizə verəcək 9. Onda funksiyanın ala biləcəyi qiymətlər 9-da 1 ilə 9 arasında olur. Doğru cavab D variantı. Sual 5. Funksiyanın artma aralığını istəyir. Funksiyanın törəməsi böyük bərabərdir 0 olanda bu bizə artma aralığını verir. Funksiyanın törəməsini tapaq. 2x-in x kvadratının törəməsi 2 keçir önə, x-in üstü 1 vahid azalır, olur 1. 2x-in -2x-in törəməsi mənfi qalır yerində, əmsal qalır yerində, x-in dərəcəsi 1-dir, vurulur 2-yə, 2 olduğu kimi yazılır, x-in üstü 0 olur, x yazılmır və ədədin törəməsi bizə 0 verir. Yəni törəmə 2x çıxılsın 2-dir. 2x çıxılsın 2 böyük bərabərdir 0 yazırıq. 2x böyük bərabərdir 2. Hər tərəfi 2-yə bölürəm. X böyük bərabərdir 1. Yəni 1 daxil olmaqla müsbət sonsuzluq. Doğru cavab E variantı. Sual 6. Sual 6. Perimetri 20 metre olan bərabər yanlı trapeziyanın bərabər yanlı trapeziya çəkirik. Yan tərəflər S, S. Oturacaqlara da A, B qeyd edirəm. Bərabər yanlı trapeziyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Əvvəlcə uşaqlar, gəlin orta xətti yazaq. Orta xətt oturacaqların cəminin A və B onun oturacaqlardır. Yarısına bərabərdir. Bu bərabərdir trapeziyanın yan tərəfinə. Baxın, yan tərəf orta xəttə bərabərdir. Yan tərəf sadəcə bir dənə S-dir. Bərabər edirəm S-yə. Çarpaz vururam. A üstəgəl B bərabərdir 2S-yə. İndi bizə perimetri 20 vermişdir. P bərabərdir tərəflərin cəmi. A üstəgəl B üstəgəl C üstəgəl C. Yəni A üstəgəl B üstəgəl 2C bərabərdir 20-yə. İndi uşaqlar A üstəgəl B-nin yerinə 2C yaza bilərik. Bunun yerinə 2C yazacağım. Onda 2C üstəgəl 2C 20-dirsə 4C 20, C də bərabərdir 20/4 5. Yan tərəf oldu 5. Bizdən yan tərəf istəyir. Doğru cavab 5, C variantı. Sual 7. Məktəb olimpiyadasında 200 oğlan və 340 qız iştirak edir. Əvvəlcə buradan yazırıq. Oğlanlar 200. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Bütün iştirakçıları tapaq. Bütün iştirakçılar bərabərdir. Yəni oğlan üstəgəl qız. Onda yazıram 200 üstəgəl 300 bərabərdir 500. Yəni bütün iştirakçılar oldu 500. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? 500 iştirakçı 100%dir. 200 oğlan x faizdir. X bərabərdir 200 vurulsun 100 bölünsün 500. Sıfırlar ixtisar gedir. 200'ü bölürük 5'ə edir 40%. Doğru cavab A variantı. Sual 8. Sinus x çıxılsın kosinus x bərabər 0 tənliyini həll edin.
Uşaqlar, sinus x-i burada saxlayıram. Mənfi kosinus x-i keçirirəm digər tərəfə, müsbət kosinus x olur. Hər tərəfi böləcəm, bölək kosinus x-a. Bölürəm kosinus x-a. Buranı da kosinus x-a bölürəm, buranı da kosinus x-a bölürəm. Sinus x bölünsün kosinus x bizə verir tangens x-i. Kosinusu da kosinusa böləndə 1. Tangens x nə zaman 1 alır? Pi böl 4-də. Onda yazıram pi böl 4 üstəcəl pi k. K da daxildir z-ə. Doğru cavab C variantı. Sual 9. A və B-nin hansı qiymətlərində çoxhədlinin qüvvəti 5 olar? Bilməliyik ki, çoxhədlinin qüvvətini tapanda çoxhədli bir hədlilərin cəbri cəminə bərabərdir. Hansı bir hədlinin dərəcəsi yüksək olarsa, çoxhədlinin qüvvəti o olur. Baxırıq ki, burada 8, 6 var. 5-dən böyük, 8-dən 6 var qüvvət. Qüvvət, yəni dəyişənlərin üzərindəki dərəcədən söhbət gedir. Onda uşaqlar, baxın, o 3x üstü 8 və mənfi ax üstü 8-i birinci belə yazıram. Və bx üstündə 6 ilə müsbət 2x üstündə 6-nı yazıram. Əgər bunların əmsalları 0-a bərabər olarsa, uşaqlar, onda bunlar, bu ifadə 0-a bərabər. Yəni 3x üstü 8-dən, belə deyək də, 3x üstü 8-i çıxsaq gedir, 0-a bərabər olur. Həmçinin mənfi 2x üstü 6 ilə müsbət 2x üstü 6-nı toplayanda o da 0-a bərabər olur. Belə yazıram ki, sizə daha aydın olsun. Yəni, əmsalı 0-a bərabər olsa, x üstü 8 gedəcək. Əmsal 0-a bərabər olsa, x üstü 6 gedəcək. Qalacaq x üstü 5. Yazıram, 3 çıxılsın a bərabərdir 0, a bərabərdir 3, b üstəcəl 2 bərabərdir 0, b bərabərdir mənfi 2. Deməli, a-nın 3, b-nin mənfi 2 qiymətində D variantı. Çoxhədlinin qüvvəti 5 olacaq, çünki 8 ilə 6 olan qüvvətlər islah olacaqlar. Sual 10. Sistem tənlif verilibdir bizə. Bir neçə üsulla həll etmək olar, uşaqlar. Ən sadə üsullardan biri odur ki, x-i y ilə əvəz eləyirsiniz. Yəni, əvəz etmə üsulu ən sadə üsuldur. Daha qısa yoldan həll etmək istəsək, çünki bizdən x, y hasilini istəyir. X-in, bura diqqət edin, baxın, bu hissəni yazıram. X-in kvadratı çıxılsın 2xy, çıxılsın 4xy, mənfi 6xy-in yerinə elə bir mənfi 2 ilə mənfi 4 yazdım. Üstəcəl y-in kvadratı bərabərdir mənfi 47. İndi fikir verin, bunu toplananların yerini dəyişirəm, bunu hələ ki yazmıram. Yazıram x-in kvadratı çıxılsın 2xy, üstəcəl y-in kvadratı çıxılsın 4xy bərabərdir mənfi 47. Bu bizə müxtəsər vurma düsturunu verəcək. X çıxılsın y-in mötərizə kvadratı çıxılsın 4xy bərabərdir mənfi 47. X çıxılsın y-in qiyməti burada bizə verilibdir. 1-ə bərabərdir. Gətirib burada qoyuram yerinə. 1-in kvadratı çıxılsın 4xy bərabərdir mənfi 47. Olacaq 1 çıxılsın 4xy bərabərdir mənfi 47. Müsbət 1-i keçirirəm bura. Mənfi 4xy bərabərdir, mənfi 47 çıxılsın 1. O da edir, mənfi 48. Mənfi 48-i də bölürük mənfi 4-ə, o da bizə verəcək müsbət 12. Ən sadə yadda qalan üsul bu sistem tənlikdə x-i y ilə əvəz etməkdir. Yəni, uşaqlar, buradan x-i tapıram. X bərabərdir 1 üstəcəl y-yə. Tənlikdə harada x görürəmsə yerinə yazıram. 1 üstəcəl y-in kvadratı, baxın bunun yerinə yazdım. Çıxılsın 6 vurulsun. X-in yerinə yazıram. 1 üstəcəl y vurulsun y üstəcəl y-in kvadratı bərabərdir mənfi 47. Olacaq yəni müxtəsər vurma düsturundan açıram bu şəkildə. Burada da uşaqlar mənfi 6 y vurasınız, yəni mötərizəyə. Yəni, bu y-yi buradan götürürüm, yazım bura. Mənfi 6 y-yi 1-ə vururam. Mənfi 6 y, mənfi 6 y-in kvadratı üstəcəl y-in kvadratı bərabərdir mənfi 47. İndi
y-in kvadratı mənfi 6y-in kvadratı eləyir mənfi 5y-in kvadratı. Üstə gəl y kvadratı mənfi 4y-in kvadratı. Müsbət 2y mənfi 6y bizə verir mənfi 4y. Üstə gəl 1. Mənfi 47-ni də bura keçirəm. Müsbət 47 bərabərdir 0. Çünki bu kvadrat tənlik olacaq. Mənfi 4y-in kvadratı çıxılsın 4y üstə gəl 48 bərabərdir 0. Hər bir həddi bölürəm mənfi 4-ə. Mənfi 4-ə bölək. Olacaq y-in kvadratı üstə gəl y çıxılsın 12 bərabərdir 0. Oldu kvadrat tənlik. A bərabərdir 1-ə, B bərabərdir 1-ə, C də bərabərdir mənfi 12-yə. Diskriminant bərabərdir B-nin kvadratı çıxılsın 4AC. 1-in kvadratı çıxılsın 4 vur 1 vur mənfi 12 bərabərdir 49. Onda tənliyin birinci kökünü tapsaq, B-ni əks işarənə götürürəm. Mənfi 1 üstə gəl kök altında 49 bölünsün 2 vur 1. Mənfi 1 üstə gəl 7 böl 2. O da eləyir 3. Birinci kökü tapdıq 3. Birinci köklə davam eləyək. Y 3-ə bərabər olanda, axı biz burada tapmışdıq ki, x bərabər 1 üstə gəl y-yə. X də bərabərdir 1 üstə gəl y-də, y-in yerinə 3 yazıram. Olur 4. Deməli, y 3-dür, x də 4-dür. X, y hasili eləyir 3 vurulsun 4, 12. Təbii ki, bu biraz uzun gedə bilər. İmtahanda vaxt itkisi ola bilər. Amma sualı boş qoymaqdansa əvəz etmə üsulu ilə də bu şəkildə yaza bilərsiniz. Sual 11. Müstəvidən 8 desimetr məsafədə olan, tutaq ki, bu müstəvi, bu bizim məsafəmiz. Məsafə bilirsiniz ki, uşaqlar perpendikulyar olur. Bu 8. Müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilib. Bu mail 16. Bu da mailin proyeksiyası. Mən bura qeyd edirəm uşaqlar. Bura mailin proyeksiyasıdır. Perpendikulyarın mail üzərindəki proyeksiyasını tapın. Uşaqlar, mail buradır. Mailin üzərindəki proyeksiya budur. Mail üzərindəki proyeksiya budur. Bura M və N ayrılır. Baxın. Perpendikulyar budur. Burada yazıram perpendikulyar. Perpendikulyarın mail üzərindəki proyeksiyası budur. Onda, yəni bilirsiniz necə uşaqlar, bu düzbucaqlı üçbucaqdakı biz bura A kateti, bura B kateti deyirdik. Buranı M və N ayıranda A-nın hipotenuz üzərindəki proyeksiyası M olurdu. B-nin hipotenuz üzərindəki proyeksiyası isə N olurdu. Buradan biz A-nın hipotenuz üzərindəki proyeksiyasını tapanda A-nın kvadratı bərabərdir M vurulsun M üstə gəl N. Eyni şəkildə burada da perpendikulyar özü 8-dir. 8-in kvadratı bərabərdir. Həmin bu proyeksiya bilmirik nədir? M-dir. Vurulsun M üstə gəl N-də 16-dır da. M üstə gəl N. Baxın, burada M üstə gəl N 16-ya bərabərdir. Buraya yazacağım 16. Onda bunu yazıram 64 bərabərdir. M vurulsun 16. M də bərabərdir 64 bölünsün 16 4-ə. Doğru cavab A variantı. Sual 12. Bowling liqasının oyuncularının nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə verilmişdir. Verilmiş nəticələrin medianı və modasının fərqini tapın. Moda uşaqlar ən çox təkrarlanandır. Ən çox təkrarlanan. Baxırsınız ki, ən çox təkrarlanan, baxın 4 dəfə təkrarlanan 130-dur. Deməli, moda 130-dur. Modanı tapdıq. Median nədir? Median sırayla düzəcək. Ya kiçikdən böyüyə, ya böyükdən kiçiyə. Ortada qalan median olacaq. Əgər 2 dənə qalsa, toplayıb 2-yə böləcəksiniz. Yəni, ədəd orta tapılacaq. Baxıram ki, ən kiçik 125-dir. 2 dənə 125 yazıram. Daha sonra gəlir 130, 4 dənədir.
4 dənə 130 yazıram. 135 2 dənədir. 140 1 dənə. 3 dənə 145. Biraz bunları kiçildim. Eyni sətdə olsun. 145 145 145. 2 dənə də 150. İndi baxın, bir dənə buradan, bir dənə buradan. 1 1. Kənarlardan silirik, ortaya doğru gəlirik. Ortada 2 dənə 135 qaldı. Onda median tapırıq. Median. 135 üstəgəl 135 bölünsün 2. O da edəcək 135. Medianla modanın fərqini istəyir. Median çıxılsın moda. 135 çıxılsın 130 bərabərdir 5. Doğru cavab E variantı. Sual 13. Ədədi silsilənin ilk 10 həddinin cəmi. Yəni uşaqlar S10-u nəzərdə tutur. S10 220-dən böyükdür 220-dən, 260-dan kiçikdir 260. SN-in düsturunu burada qeyd edirəm. SN bərabərdir 2A1 üstəgəl n çıx 1 vurulsun D bölünsün 2 vurulsun N. Bu silsilənin birinci həddi 7-yə bərabərdir. Yəni A1 bərabərdir 7. Onda S10'un açılışı üçün buradan yazırıq. 220 kiçikdir. 2 vurulsun A1'in yerinə yazıram 7 üstəgəl. N'imiz 10'dur da uşaqlar. N bərabərdir 10. 10 çıx 1 olur 9D bölünsün 2 vurulsun N'in qiyməti 10. Kiçikdir 260. 2 ilə 10'u ixtisar edirəm. Burada 5 qalır. 220 kiçikdir 14 üstəgəl 9D vurulsun 5 kiçikdir 260. Hər tərəfi 5'ə bölürəm. Bölək hər tərəfi 5'ə. 5'lər ixtisar gedir. 220'ni 5'ə böləndə edəcək 44 kiçikdir 14 üstəgəl 9D kiçikdir. Burada da edəcək 52. Hər tərəfdən 14'ü çıxıram. Olacaq 30 kiçikdir 9D kiçikdir. İndi isə hər bir həddi uşaqlar D-nin əmsalına, yəni 9'a bölürəm. 9'a bölək. Bu edəcək 3 tam 9'da 3 kiçikdir D. Bu da kiçikdir. Edəcək 4 tam 9'da 2. Bütün hədlər natural ədədlər olarsa silsilə fərqini tapın. Silsilə fərqi uşaqlar, yəni D-ni istəyir. D 3,9'da 3 ilə 4,9'da 2 arasında ola bilər tam natural ədəd, yəni 4. Doğru cavab C variantı. Sual 14. Loqaritma 3 əsasdan x kvadrat üstəgəl x üstəgəl 3 kiçik bərabərdir 2 verilibdir. Burada uşaqlar loqaritma A əsasdan B kiçik bərabərdir C verilib tutaq ki. Bu A 1'dən böyükdürsə olurdu. İşarə olduğu kimi qalırdı. B kiçik bərabərdir A üstündə C. Onda yazıram x kvadrat üstəgəl x üstəgəl 3 kiçik bərabərdir 3 üstündə 2. Yəni x kvadrat üstəgəl x üstəgəl 3. Gəlin bu 3 üstündə 2'ni yaxşı yazaq 9. Sonra 9 keçirəcək digər tərəfə. 9 gəlir bura. Olur mənfi 9 kiçik bərabərdir 0. Bu da bizə verir x'in kvadratı üstəgəl x çıxılsın 6 kiçik bərabərdir 0. Gəlin vuruqları ayırma ilə yazaq. X çıxılsın 2 x üstəgəl 3. Vuruqları ayırdıq. Hər bir mötərizəni ayrı-ayrılıqda 0'a bərabər edirik. Kökləri tapaq. Viyyətlə və yaxud diskriminantla da tapa bilərsiniz uşaqlar. Sadəcə kök lazımdır bizə, yəni ifadəni 0'a çevirən qiymət. Mənfi 3, müsbət 2, hər ikisi daxildir. İntervala ayırırsınız.
Baxırıq ki, burada A bərabərdir 1-ə. Yəni A müsbətdirsə, kənarlar olurdu müsbət, orta mənfi qiymət verib, yəni vaxt itirməyə ehtiyac yoxdur. Bizdən mənfi aralığı istəyir də, kiçik bərabərdir 0. Yəni bu aralıq olacaq uşaqlar. Mənfi 3 də daxildir, 2 də daxildir. Doğru cavab ən kiçik həllini istəyir. Ən kiçik mənfi 3 E variantı. Sual 15. Z1, Z2 kompleks ədədlərin hasilini tapın. Hasil, yəni Z1-i vuracaq Z2-yə. 3 üstəgəl 2-də 1 i-ni vuracaq. 2 çıxılsın 3-də 1 i-yə. Mörtəzələri vuraq açaq. 3 vurulsun 2, 6. 3 vurulsun mənfi 3-də 1. Yazaq. 3 vurulsun mənfi 3-də 1. 2 vurulsun 2-də 1 i. Və 2-də 1 i vurulsun 3-də 1 i. Bərabərdir. 3-lər ixtisar gedir. Burada sadəcə mənfi i qalır. 2-lər ixtisar gedir. Burada sadəcə müsbət i qalır. Burada da uşaqlar ixtisar yoxdur. 2-də 1, 3-də 1-ə vururam. 6-da 1, i-ni i-yə vururam. i-nin kvadratı. Qaydanı bilməlisiniz ki, i-nin kvadratı bərabərdir mənfi 1-ə. Burada mənfi i, müsbət i islah olur. Bərabərdir 6 çıxılsın 6-da 1 vurulsun i kvadratının yerinə mənfi 1 yazıram. Onda burada toplamı olur. 6 üstəgəl 6-da 1 olur. Ortaq məxrəc 6-ya gətirsək, məxrəc və sürəti 6-ya vururam. 36 üstəgəl 1 olur. 6-da 37. Doğru cavab A variantı. Sual 16. A, A3, B, 2B. Nöqtələri koordinat başlanğıcına nəzərən simmetrik olarsa, koordinat başlanğıcına nəzərən simmetrik uşaqlar. Gəlin belə yazaq. Koordinat başlanğıcına nəzərən simmetrik olanda, yəni burada simmetriya olubsa, koordinat başlanğıcı 0, 0 nöqtəsinə nəzərən X və Y hər ikisi işarəsini dəyişir. Hər ikisi işarəsini dəyişir, yəni əksinə. Deməli, bu 2-dirsə, burada olub mənfi 2. Bu 3-dürsə, burada olub mənfi 3. A bərabərdir mənfi 2, B də bərabərdir mənfi 3. Doğru cavab D variantı. Sual 17. Paralelogramın hündürlükləri. Gəlin əvvəlcə paralelogram çəkək. Paralelogramın hündürlüklərini çəkirəm. Biri körbucaq təpəsindən oturacağa çəkilir, biri də yan tərəfə çəkilir. Bu paralelogramın hündürlükləri. Biri 6 kök 3-dür, biri də 8-dir. Onlar arasındakı bucaq 60 dərəcədir. Onların arasındakı bucaq, uşaqlar, baxın, buradır. Bura 60 dərəcədir. Onda, baxın, buradan 90-ın qonşusu, qırmızı ilə göstərirəm, 90-dır. Buradan da 90-ın qonşusu 90-dır. Qalır bizə bu bucaq, alfa bucağını tapmaq. Bilməliyik ki, uşaqlar, bu, baxın, buradakı fiqur 4 bucaqlı fiqurdur və bütün 4 bucaqlı fiqurların daxili bucaqlarının cəmi 360 dərəcədir. 60 üstəgəl 90 üstəgəl alfa üstəgəl 90 bərabərdir 360. Yəni, qısacası, uşaqlar, bu ikisi 180-dirsə, bu ikisi də 180 olmalıdır. Bura 120 dərəcə olacaq. Alfa bərabərdir 120 dərəcəyə. İndi, paralelogramın kör bucağı iti üstəgəl kör bucağı bizə 180 dərəcə verməlidir. Yəni, bir tərəfə bitişik bucaqlar bura 120-dirsə, bu təpə 60 olmalıdır. Bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə verir. Həmçinin qarşı bucaqları bərabərdir. Ora 60-dırsa, burada 60-dır. Bura oldu 60. Onda uşaqlar, siz nəyə nəzər yetirəcəksiniz? Baxın, siz nəzər yetirəcəksiniz buradakı düz bucaqlı üç bucağa. Bu düz bucaqlı üç bucaq 60, 90, bu təpəyə qalır 30 dərəcə. 60-ın qarşısı 6 kök 3-dürsə, 30-un qabağı 6 imiş. Çünki 30-un qabağı nədirsə, biz onu kök 3-ə vurub 60-ın qarşısına yazırıq və 90-ın qabağı da 12 imiş. Çünki 30-un qarşısı hipotenuzun yarısı olur. Onda bura 12-dirsə, burada 12-dir. Bizə deyir, paralelogramın sahəsini tapın. Uşaqlar, tərəf 12, baxın, tərəf 12 və həmin tərəfə çəkilən hündürlük 8.
S bərabərdir A H düsturundan 8-i vurursunuz 12-yə edir 96. Tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlüyü bizə sahəni verir. Sual 18. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Kürənin həcm düsturunu yazaq. V kürə bərabərdir 3/4 pi r kubu. V r-in kubu ilə düz mütənasib asılıdır. Bu 5 dəfə artanda kubun həcmi onun 5-in kubu qədər artır. Yəni 125 dəfə. 5-in kubu bərabərdir 125-ə. Doğru cavab D variantı. Sual 19. Burada uşaqlar modul ifadə və mötərizə kvadratı verilibdir. Bunlar ancaq müsbət qiymətlər alır və bunların cəmi əgər sıfıra bərabərdirsə, deməli hər birini ayrı-ayrılıqda sıfıra bərabər etməlisiniz. Yəni x-in kvadratı üstəgəl x çıxılsın 6 bərabərdir 0 və x-in kvadratı üstəgəl 4x üstəgəl 3 bərabərdir 0. Hər birini ayrı-ayrılıqda sıfıra bərabər edib həll edə bilərsiniz. İndi gəlin birinci bunu həll edək. Qoyuram kənara. Bunu həll etsək, uşaqlar V teoreminə görə köklərin cəmi -1-dir. B-nə işarə ilə götürürəm. Köklərin hasili -6-dır. Onda burada köklər -3-lə müsbət 2-dir. Digər tənliyimizə baxırıq. Burada köklər cəmi B-nə əks işarə ilə götürürəm. -4. Köklərin hasili müsbət 3. Burada V teoreminə görə burada köklər olacaq -3 ilə -1. Toplayanda -4, buranda müsbət 3. Hər ikisini ödəyən -3 oldu. Onda bizim doğru cavabımız olacaq -3 C variantı. Bunu uşaqlar ikinci üsuldan belə də yaza bilərsiniz. X-in kvadratı üstəgəl x çıxılsın 6 bərabərdir 0. X-in kvadratı üstəgəl 4x üstəgəl 3 bərabərdir 0. Sistem təliyindən alt-alta çıxa bilərsiniz. Çıxanda bunlar gedəcək. X çıx 4x edəcək -3x, -6 çıxılsın 3 edəcək -9 bərabərdir 0. -3x bərabərdir 9-a, x də bərabərdir 9 bölünsün -3 edəcək -3. Doğru cavab C variantı. Sual 20. A və B vektorları verilmişdir. K-nın hansı qiymətində 3A üstəgəl B vektorunun uzunluğu 17-yə bərabər olar? Əvvəlcə gəlin 3A-nı tapaq uşaqlar. 3A, yəni A-nın bütün komponentlərini vuracağıq 3-ə. 5-i vururam 3-ə 15. K-nı vururam 3-ə 3K. -2-ni də vururam 3-ə -6. İndi B vektorunu da buradan yazıram. 2, 15 və 6. İndi bunları toplayırıq. Baxın, toplayaq. 3A üstəgəl B olacaq. 15 ilə 2-ni toplayıram 17. 3K üstəgəl 15 və 0. Uzunluğu tapanda uşaqlar kök altında bunların kvadratları cəmi yazılır. 17-nin kvadratı üstəgəl 3K üstəgəl 15-in kvadratı üstəgəl 0-ın kvadratı bərabərdir 17-yə. Yəni uzunluq 17-dir. Gəlin hər tərəfi kvadrata yüksəldək. Olacaq 17-nin kvadratı bu kvadrat kökü bu kvadrat kökü qaldırır. 17-nin kvadratı üstəgəl 3K üstəgəl 15-in kvadratı üstəgəl 0-ın kvadratı bərabərdir 17-nin kvadratı. 17-nin kvadratları hər iki tərəfdən islah olur. 0-ı da silirəm. Onda 3K üstəgəl 15-in kvadratı 0-dırsa, deməli 3K üstəgəl 15 0-a bərabərdir. K da buradan bərabər olur -5-ə. Doğru cavab D variantı. Sual 21. B parametrinin hansı qiymətində bərabərsizlik sisteminin yeganə həlli var? Uşaqlar, əgər x böyük bərabərdir A, x kiçik bərabərdir B verilibsə, yeganə həlli deyirsə, yeganə həlli bu yalnız A, B-yə bərabər olanda olur. Onda biz yazmalıyıq 2b-nin kvadratı çıxılsın 3b üstəgəl 7 bərabərdir B kvadratı üstəgəl 5b çıxılsın 9.
Bunların hər birini əks işarə ilə digər tərəfə gətirəcəm. 2b-nin kvadratı çıxılsın 3b üstəgəl 7 mənfi b kvadratı mənfi 5b və mənfi 9 müsbət 9 olaraq bərabərdir 0. Oxşar hədlər 2b-nin kvadratından b kvadratını çıxıran b-nin kvadratı mənfi 3b ilə mənfi 5b bizə verir mənfi 8b müsbət 7 müsbət 9 bizə verir müsbət 16. Bu bizə b çıxılsın 4-ün mürtəzə kvadratını verir və b bərabərdir 4 tapırıq. Doğru cavab B variantı. Sual 22. 2.557.776 7 rəqəmli ədədinin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan, deməli 6 ilə başlamalıdır. Yerdə qalır 1, 2, 3, 4, 5, 6 dənə rəqəm. Neçə 7 rəqəmli ədəd yazmaq olar? Demək uşaqlar, burada biz 6 dənə ədəd yazacağıq. Onların yerini dəyişəcəyik. Bu olacaq bizdə 6 faktorial. Və burada uşaqlar fikir verin 5-dən 2 dənədir. Əgər bu təkrarlanırsa biz mütləq 2 faktoriala bölməliyik. Həmçinin burada 7-dən 3 dənədir. Bu da 3 dəfə təkrarlanır. Deməli bir də 3 faktoriala bölməliyik. Bərabərdir. 6-nı yazıram. 6 vur, 5 vur, 4 vur, 3 faktorial. 2 faktorial ilə bizə 2 verir. 3 faktoriallar ixtisar gedir. 2 ilə 4 ixtisar gedir. Burada 2. Bu da edəcək 60. Doğru cavab B variantı. Sual 23. AB qövsü 12K-dır. AB qövsü, baxın bu hissədir. Bura 12K-dır. BS qövsü 8K-dır. BS qövsü buradır. 8K-dır. CD qövsü CD, yəni buradan bura olan məsafə 2K-dır. Və burada 3K-dır. Bilirik ki, tam çevrə 360 dərəcədir. Ona görə də bunları toplayırıq. Bərabər edirik 360-a. Bunları toplayanda edəcək 25K bərabərdir 360. K-nı tapanda 360-ı bölürük 25-ə. O da edəcək 5-ə ixtisar etsək uşaqlar. Burada 5, burada 72. Gəlin bu şəkildə saxlayaq. İndi bizə deyir ki, AYB bucağını tapın. AYB bucağı AYB. Baxın, buranı nəzərdə tutur. Buradakı alfa bucağı bərabərdir. Həmin bu, baxın, böyük qövsü ilə kiçik qövsün fərqinin yarısına 12K çıxılsın 2K bölünsün 2-yə. Yəni 5K-ya bərabərdir. Onda uşaqlar 5 vurulsun K-nın qiymətini biz burada nə tapmışdıq? 5-də 72. 5-lər ixtisar gedir 72. Doğru cavab olur 72 dərəcə. Sual 24. M-in hansı ən kiçik qiymətində fx kvadratik funksiya verilibdir? Parabolun təpə nöqtəsi birinci rübdə yerləşir. Birinci rübdə yerləşməyi üçün uşaqlar, baxın, təpə nöqtə birinci rübdədir. Qrafikdə bu şəkildədir. Onda x-dan aldığı qiymət m və y-dən aldığı qiymət n böyükdür 0 olmalıdır. M böyükdür 0, n böyükdür 0. Şərtimiz budur. M-in düsturu mənfi b bölünsün 2a. N-in də düsturu 4ac çıxılsın b-nin kvadratı bölünsün 4-ə. İndi uşaqlar funksiyaya diqqət edin. A bərabərdir 1-ə, b bərabərdir 2m çıxılsın 10-a, yəni x-in əmsalıdır b. C də bərabərdir m-in kvadratına. Düsturda qoyaq yerinə. M-in qiymətini əks işarə ilə baxın mənfidir. Yəni mənfi 2m və müsbət 10 olaraq qoyuram. Bölünsün 2 vurulsun 1 böyükdür 0. Gəlin bunu həll edək. Mənfi 2m üstəgəl 10 böyükdür 0 olmalıdır. Mənfi 2m böyükdür mənfi 10, çünki 10 keçir bura. Hər tərəfi mənfi 2-yə bölsəm işarə çevrilir. Olur bu şəkildə. Bunu buradan tapdıq. İndi keçirik n-i tapmağa. 4 vurulsun, 1 vurulsun, m-in kvadratı çıxılsın. 2m çıxılsın, 10-un kvadratı. Bölünsün, 4 vurulsun, 1 böyükdür 0. Olacaq, 4m-in kvadratı çıxılsın. Bunu müxtəsərlə açıram. 4m-in kvadratı çıxılsın. 40m üstəgəl 100 bölünsün 4 böyükdür 0.
4m kvadratı çıxılsın 4m kvadratı üstə gəl 40m çıxılsın 100 böyükdür 0. Bunlar gedir. 40m böyükdür 100-dən. M də böyükdür 100 bölünsün 40-dan. 100-ü də 40-a böləndə uşaqlar olacaq 2,5. Ədəd ox çəkirəm. 5-i qeyd edirəm. 5 böyükdür sonsuzluqdan və 2,5-i də qeyd edirəm. 2,5-dən böyük olanlar müsbət sonsuzluq. Yəni yerləşəcək uşaqlar 2,5 ilə 5-in arasında ola bilər 3 və 4. Ən kiçiyi dediyi üçün biz 3-ü götürürük. Doğru cavab 3. Sual 25. Kök altında 6-nı uşaqlar yazıram. 3 vurulsun 2. Kosinus 25 vurulsun. Kosinus 65'i kosinus 90 çıxılsın 25 yazacağım. Kosinus 90'da adını dəyişib olacaq sinus 25. Və kosinus 65 birinci rüb olduğu üçün bu müsbət olaraq qalacaq. Buraya yazıram sinus 25. Məxrəcdə kosinus 40. Qalan hər şey olduğu kimi yazacağım. Bu bizə sinus 2 alfanı verəcək. Yəni uşaqlar 2 kosinus alfa sinus alfa bərabərdir sinus 2 alfaya. Olacaq mörtəzədə kökün altında 3 vurulsun sinus alfası 25 olduğu üçün 2 vur 25 yazıram. Kosinus 40 üstə gəl 1. Burada da yazıram 3 vurulsun kökü çıxılsın 1. Bu bizə verəcək 3 vurulsun sinus 50 kosinus 40 üstə gəl 1. Qalan hər şey olduğu kimi yazıram. Sinus 50 kosinus 40. Uşaqlar sinus 50'ni sinus 90 çıxılsın 40 yazsam 90'da adını dəyişir olur kosinus 40 və birinci rübdə olduğu üçün sinus 50 müsbətdə olduğu kimi işarəsi qalır. 3 vurulsun kosinus 40 bölünsün kosinus 40 kökün altında üstə gəl 1. 3 vurulsun kökü çıxılsın 1. Burada kosinus 40'lar ixtisar gedir. Qalır kök altında 3 üstə gəl 1. Vurulsun 3 vurulsun mörtəzədə kökü çıxılsın 1. İndi uşaqlar bu bizə müxtəsər vurma düsturunu verir. Baxın bununla bu yəni A çıx B A üstə gəl B. A kvadratı çıxılsın B kvadratını verir. Olur kök üçün kvadratı çıxılsın 1'in kvadratı vurulsun 3. Kök üçün kvadratı edəcək 3 çıxılsın 1 vurulsun 3. Doğru cavab 6. Sual 26. Uşaqlar gəlin bunu bu 1 bölünsün x vurulsun dx da bu şəkildə yazaq. Bərabərdir 3 ln 2. 1 bölünsün x'in integralı ln x'dir. ln A çıxılsın ln 3 bərabərdir 3 ln 2. Əgər bu çıxılıbsa deməli bölmədir. A bölünsün 3. Bu 3'ü qaytarırıq 2'nin dərəcəsinə 2 üstü 3'dür. Bu A bölünsün 3 bərabərdir 2 üstündə 3'ə. Deməli A bərabərdir 3 vurulsun 2 üstündə 3. Yəni 3 vur 8 24. A 24'ə bərabərdir. Sual 27. Uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin. Əgər uyğun tərəflər bir-birinə bərabərdirsə, paraleldirsə uşaqlar alfa üstə gəl beta 180 dərəcəyə bərabər olmalıdır. Birinci şərtə əsasən alfa bərabərdir 2K-ya, beta bərabərdir 3K-ya. Onda bunların cəmi 2K üstə gəl 3K bərabərdirsə 180-ə, 5K bərabərdir 180. Buradan K-nı tapanda 180'i bölürük 5'ə, K edir 36. K 36'dırsa K olacaq 2 vurulsun 36 bərabərdir 72 dərəcə. 3K olacaq 3 vurulsun 36 108 dərəcə.
Bucaqların böyüyü 108-dir, kiçiyi 72-dir variantlarda yoxdur. Bucaqların fərqini tapaq. 3K çıxılsın 2K bərabərdir 1K-ya. 1K-mız da, yəni K 36-dır da, 1 vur 36 edəcək 36. Birinciyə gəldi B variantı. İndi baxırıq ikinciyə. Alfa bərabərdir 5K-ya, beta bərabərdir 4K-ya. Alfa üstəgəl beta 180 dərəcə olduğunu nəzərə alaraq 5K üstəgəl 4K bərabərdir 180-ə. 9K 180-dirsə K bərabərdir 180 bölünsün 9, K edəcək 20. K 20-dirsə 5 vurulsun 20 alfa olur 100 dərəcə. 4 vurulsun 20 beta olur 80 dərəcə. Bucaqlardan kiçiyi 80-dir. Bura gəlir D variantı. Böyüyü 100-dür. Variantlarda yoxdur. Fərqini tapaq. 5K çıxılsın 4K bərabərdir 1K-ya. O da 20 dərəcədir. Variantlarda yox. Üçüncüyə baxırıq. Alfa bərabərdir 3 betaya. Uyğun tərəflər paralel olduğu üçün alfa ilə betanın cəmi 180 dərəcədir. Alfanın yerinə 3 beta yazırıq. 3 beta ilə betanı toplayırıq, edəcək 4 beta. 4 beta 180-ə bərabərdirsə 180-i bölürəm 4-ə. Beta edəcək 45. Betanı tapırıq 45. Əgər beta 45-dirsə alfanı tapanda 3-ü vururam 45-ə. Edir 135 dərəcə. Bucaqlardan kiçiyi 45, böyüyü 135-dir. Bura gəlir E variantı. 135 çıxılsın 45 bərabərdir 90 dərəcə. Burada gəldi A variantı. C variantı isə heç birinə uyğun gəlmir. Bizə verilən situasiyanı oxuyuruq. 28-dən 30-a qədər olan sualları cavablayırıq. Sandığın qapaq hissəsi yarım silindir. Yəni qapaq hissəsi bu hissə nəzərdə tutulur uşaqlar. Baxın bura. Aşağı hissəsi isə eni 0.6, uzunluğu 1, hündürlüyü 0.8 olan düzbucaqlı paralelped formasındadır. İndi biz 28-ci sualı bura qədər oxuyub 28-ci sualı cavablayırıq. Sandığın həcmini tapın. V sandıq bərabərdir. V yarım silindir. Yarım silindir və düzbucaqlı paralelpeddən ibarətdir. V paralelped. İndi uşaqlar, yarım silindirin sahə düsturunu yazırıq. Silindirin sahə düsturu pi kvadratı vurulsun h-dır. Bölürük 2-yə yarım silindir olduğu üçün. Paralelped isə A, B, C-dir. Pi-nin ədədi qiymətini bizə 3 veribdir. 3 vurulsun, indi eri tapırıq. Baxın, bura 0.6-dırsa, burada 0.6-dır. Bura onun diametridir. Əgər D bərabərdirsə 0.6-ya, R də bərabərdir 0.3-ə. Demə, hər biri 0.3, bura 0.3. Erin yerinə 0.3 yazıram. 0.3-ün kvadratı vurulsun. Hündürlüyə baxırıq. Bura 1-dirsə, uşaqlar, burada 1-dir. Bura silindirin hündürlüyüdür. Vurulsun 1, bölünsün 2. Üstəgəl, düzbucaqlı paralelpedin xətti ölçüləri 1, 0.6 və 0.8. 1 vurulsun 0.6, vurulsun 0.8. Bərabərdir. Burada olacaq 0.3-ün kvadratı 0.9, 3-ə vuracaq 0.27 bölünsün 2. Üstəgəl 0.48. Bunu böləndə eləyəcək 0.135. Üstəgəl 0.48. Toplayırıq 5, 1, 6, 0. 28-ci sualımızın doğru cavabı olacaq 0.615. Keçirik 29-cu suala. Boş sandığın kütləsini tapın. İndi davamını oxuyuruq. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyuldu. Uşaqlar, biz əşyanın kütləsini bilmirik. Əşyanın kütləsi olsun x. Onda 10 əşya olacaqmı? 10x. Yəni 10 vurulsun x, 10x. Sandığın kütləsi 24 kiloqram olar. Deməli, biz 10x əşya üstəgəl sandığın kütləsi bərabərdir 24 oldu. Daha sonra bizə deyir ki, sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların
birinin kütləsindən 20% çox olan 15 eyni kütləli əşya qoyduqda onun kütləsi 30 olur. 20% çox olarsa, yəni 100 üstəgəl 20 olacaq 120%. Bu dəfə əşya olacaq x vurulsun 120 bölünsün 100, yəni 1,2x. 15 əşya olduğu üçün uşaqlar 15 əşya 15 vurulsun 1,2x olacaq. Bu da edəcək 18x. Aha, bu dəfə 15 əşya ilə, yəni 18x ilə sandığın kütləsi oldu 30. Bu olacaq sistem tənliyi uşaqlar. Yəni yazıram. Sistem tənliyi buradan yazacağam. 10x üstəgəl s bərabərdir 24. 18x üstəgəl s bərabərdir 30. Alt-alta çıxırıq. 10x-dən 18x çıxırıq, mənfi 8x. S-lər çıxılanda gedilir. 24-dən 30 çıxırıq, mənfi 6. X da bərabərdir. Mənfi 6-nı bölürəm. Mənfi 8-ə edəcək 3 bölünsün 4. Onluq kəsir şəklində yazsaq 0,75. X-in qiymətini tənlikdə qoyuruq yerinə. Misal üçün burada qoysaq 10 vurulsun 0,75 üstəgəl S 24-sə 7,5 üstəgəl S 24. S-i də tapanda 24-dən çıxırıq 7,5-i. O da edəcək 23-dən də 7 çıxıram 16. 16,5. Doğru cavabımız olacaq 16,5. Sual 30. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Burada bizə deyir ki, bura qədər oxumuşduq. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Ehtimal düsturunu yazırıq. Ehtimal bərabərdir. Əlverişli hallar bölünsün mümkün hallar. Baxın, 4 rəqəmli paroldan istifadə olunub burada. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu da nə rəqəm? Onda mümkün hallar 10, 10, 10, 10. Yəni mümkün hallara yazacağım. 10 vurulsun, 10 vurulsun, 10 vurulsun, 10. Amma əlverişli hallar necə olacaq? Əlverişli hallar odur ki, uşaqlar bizə deyir ki, müxtəlif olması hadisəsini tapın. Yəni birincidə 10 dənə rəqəm istifadə olunubsa, ikincidə artıq 9 dənə istifadə olunacaq, növbəti də olacaq 8 dənə, növbəti də 7 dənə. Əlverişli hallar üçün də yazırıq 10 vurulsun, 9 vurulsun, 8 vurulsun, 7. 10-dan 10 ixtisar gedir. 8 ilə 10-u 2-yə ixtisar etsək, burada edəcək 4, burada 5, burada 5, 2 və burada yenə 5 bərabərdir olacaq. 125-də 63. Doğru cavabımız 125-də 63. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.